Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Binəqədi qəsəbəsindəyik. Deməli, Binəqədi DSK yolu, Bilezəri DSK yolu daha doğrusu. Marşrutlardan 50-60 metr məsafədə, 50-60 metr məsafədə 3 otaq, köç yaşa, hazır yaşayış olan evimiz, əziz dostlar, 1,2 sotda 2005-ci ilin bələdiyyə qərarı, arxı barajı, köç yaşa. 91, 92, 170 və 41 nömrəm 4 marşrut keçir 50-60 metrlikdən qapıya kimi asfaltdır. 75.000 manata. 75.000 manata təyin olunum inşallah. Ev sahibi tərəfindən real müştəridə endirim olacaq. Tural qardaşım sizə evi təqdim edəcək sürətlə, sonra sonlandıracaq. Tural bir zəhmət olmasa görsət evin yanın başın. Əziz dostlar, hər tərəf küçədir. Gördüyünüz kimi. Burada küçədir, burada küçədir. Bir maşın keçir həyətə, rahat şəkildə. Gördüyünüz kimi evimizin həyəti çox gözəldir. Kombi təzədir. Pakovkası gördüyünüz kimi sökülmür. Keçək evimizə sizə tanış edəcək. Daxil oluruq evimizə. Belə bir geniş dəhlizi var. Sağda tamam sanuzeldir. Evimiz təmirlidir. Sağda mətbəxdir. Burada bir yataq otağıdır. Evimizin pəncərəsi küçəyə baxır. Burada isə növbəti bir yataq otağıdır. Burada isə belə bir qonaq otağıdır, xudmani. Evimizin internet sistemi də var. Deməli, əziz dostlar, evimizin qarşısı küçə, yan tərəfi küçə, yanı başı tam açıqdır. Evin elə kvadratı da 75 kvadrat metrdir. Həyətdə krant var, həyəti yumaq üçün. Görürsünüz, üzüm tənəyi var və divarın sölündə ağaclar əkilib. Ağaclar da, əziz dostlar, bizə məxsusdur. Bu biri tərəfdə də güllər əkilib, olurdu bizə məxsusdur sol tərəfdə. Gözəl bir burada aura var, çox gözəl aura var. Həqiqətən də 75.000 manat. İnşallah real müştəriyə də endirim olunacaq. Evdən də qısa vaxtda, yəni evi tərk edəcək ev sahibi, yəni başqa bir yerdə də evi var, tərk edəcək. Yəni heç bir narazılıq yoxdur. 4 marşrut, 50-60 metr məsafədə. Allah xeyir versin, alana satana vəziyyət keçən bizlərə də. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərdən sizin də xəbəriniz olsun. Sizin də satışdan mülahizəniz varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah evi olmayanlara ev qismət eləsin.